İrandakı etirazlar bir çox suallar da öz ardınca gətirmiş oldu. Bu etirazlar nə ilə nəticələnəcək? Bundan öncə də ənənəvi olaraq İranda bir neçə periodda bu cür etirazlar yaşanıb və 2009-cu ildə baş verənlər, 2022-ci ildə Məhsa Əmininin öldürülməsi üzərinə baş verən etirazlar xüsusilə vurğulananlar içərisindədir. Və məhz həmin etirazlarla müqayisədə bu etirazların o qədər də geniş səpkili və geniş koordinasiyalı olmadığı bəzi ekspertlər tərəfindən dilə gətirilməkdədir. Amma bəziləri isə bu etirazların günü-gündən daha da qızışaraq, genişlənərək, hətta rejim dəyişikliyinə belə gətirib çıxaracağını və nəinki rejim, eyni zamanda İranda dövlət quruluşu sistemi belə dəyişəcək, federasiya sistemi tətbiq olunacaq deyə iddialar da irəli sürülür. Və təbii ki, üçüncü istiqamətdə isə bu rejimin dəyişməsi ilə İranda yenidən diktatura rejimi qurulacaq deyə fikirlər də bu analizlər içərisində yer almaqdadır. Studiyamızın qonağı qəzeteci, yazar Məsud Aray görək bu istiqamətdə nə düşünür? Məsud bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Mən də sizi və dəyərli Günəş TV-ni izləyicilərimizdən buradan salamlayıram. Axşamınız xeyir olsun. Təşəkkür edirik biz də dəvətimizi qəbul etdiyiniz üçün. Məsud bəy, necə düşünürsünüz? Bu etirazlarda elə az öncə də mən digər qonağımıza da bu sualı vermişdim ki, bir potensial görə bilirsinizmi rejim dəyişikliyinə istiqamətlənmə baxımından, yoxsa müvafiq rejim elə bu etirazları da nəzarət altına almağı bacaracaqmı yoxsa? Baxın, bunlar bir senaryolardılar ki, onun üstündə söhbət olur. Ən başda ixlasını vurguladığınız kimi bəlkə də Avropa ölkələri, Amerika və hətta bölgə gücləri, bunların içində Türkiyə də daxil, belə düşünürlər ki, orada bir yönetim dəyişiyi irəli sürürlər və orada bir yumuşaq bir yönetim ya Cumhurbaşkanı yönetiminə keçər və bu məsələ bu qədər daha uzanmasına gerek qalmaz və İranın bütünlüyü də qorunar. Bir çox məsələləri də önünə alırlar. Belə bir ehtimal vardı, bunun üstündə danışılanlar vardı. Amma onun yanı sırada bunun alternatif məsələsi ortaya çıxır. Yəni bu rejim gedirsə nə olacaq? Aynı rejimdən mi adamlar mı seçiləcək, ona daxil olacaq ki, bunu deyirəm. Bəziləri üstündə danışırlar ki, məsələn bu şeylərdən, islah tələblərdən biri gələr yönetimə geçər və Cumhurbaşkanı yönetimi kimin devam etdirər. Bunu Türkiye'de, Azərbaycanda da görür ki, dəstəkləyənlər də vardır. Sanki məsələn Cumhurbaşkanı da bir Türk ola bilər və Cumhurbaşkanı yönetimi ilə o məmləkət idarə olar, Türkləri oradan iktidarda olurlar. Bilən belə bir söhbətlər. Amma bunun yanı sıra olay alternatif görülən, bilirsiniz ki, uzun zamanda propaganda da yapan media və pul sahibi olan Şahzadə Rıza Pəhləvi söhbəti vardı. İlk başlarda onu İranın gələcəyinə, yəni mallardan sonra başına tac qoyacaq və İranı yönetəcəkdir fikirləri çox irəli sürdürüldü. Amma bu gedişatda, bu etirazlar zamanında biz onu gördük ki, Avropa ölkələri olsun, Amerika belə olsun, Trump belə olsun, hətta İsrail belə olsun, onların basınlarına yansıtılan və danışılan sözlər bunu göstərdi ki, bunu alternatif kimin görmürlər. Amma səbəbi nə idi, niyə görmürlər? Bunu onlar hardan əldə etdilər ki, niyə bu nöqtəyə getirdilər ki, bu eləyə bilməz İranın gələcəyində və rejimin mallalardan sonra İranın bütünlüyünü idarə etsin, yaxşı bu potansiyeli var mı, yok mu? Səbəbi də bu idi ki, ən azı 11-12 gün orada etirazlar bir tək o mərkəziyyət demək olar Tehranla etirazlar devam etdi və Farsı olmayan bölgelərdə bu etirazların səsi çıxmadı. Və bu da böyük bir mesaj oldu ki, Avrupaya, Amerikaya, İsrail'e ki, bu adamı alternatif gördüğünüz adam bu məmləkəti yönətə bilməsi imkanı yoxdur. İndi söhbət budur ki, tamam bu da aradan qaldırıldı. Nə olacaqdır? Əsasən burada üçüncü senaryo ki ortaya çıxır və bəzi ölkələr də yanı sıra bunu dəstəkləməyə də meyilli göstərirlər. O da İranın gələcəyində bəzi millətlərin orada müstəqil olması məsələsidir. Yəni üçüncü senaryo söhbət gedir və Güney Azərbaycan Türkləri də əsasən hamısı buna yoğunlaşıb ki, biz orada öz müqəddəratımızı özümüz təyin etmə sürəcinə girməmiz lazımdır. İstər nə qədər də sürərsə sürsün, amma bu biz istəyimizdir. Və indiyən də Güney Azərbaycanda gedən etiraz aksiyaları da, şüarlar da, tutumlar da hamısı bunu göstərir. Yəni biz o mərkəziyyət ilə aynı cibhədə deyilik və bunun göstərgəsi də 19 dənə təşkilat
istər yəni fars olmayan təşkilatların bir arada bəyaniyyə verməsi də bunu göstərdi. Yəni sübut etdi. Ki Kürtlər də, Dünya Azərbaycan Türkləri də, Bəluçlar da və Ərəblər də çoxunluq olaraq yəni İranda Pəhləvini dəstəkləmirlər. Yəni gələcək yönetim üçün və öz müqəddəratı. İndi bunların içində federal sistemə keçənlər də vardı, müstəqillik peşində olanlar da vardı. İndiki masada yatıran senaryolar və dediyiniz kimi sual istədim qısa da kəsəm, bu başlıqları sizlə danışmaq imkanı vardı yəni. Məsud bəy, Güney Azərbaycanlı soydaşlarımızın bu etirazlara münasibətini necə? Müəyyən qədər kənardan baxdığımızda bir passivlik meyillərini görə bilirik. Hər nə dərəcədə bilmirəm sizin fikirləriniz nə yöndədir. Bəlkə razı olmazsınız bu arqumentlə, amma əgər belə bir passivlik həqiqətən də varsa, bunu ənənəvi təcrübədən gələn bir şuurlu yanaşma kimi qəbul edə bilərikmi? Baxın, mən bunu həm Türkiyədən, həm Azərbaycandan, həm də bəzi medialar ki, Amerikadan idarə olurlar. Bunları biz zaman-zaman bu suslamaları görürük. İstər solcu qismdən daha da çox görürük bunu. Amma biz bu suslamalarla yəni meydana, tələm-tələsik meydana çıxmaq gərəyində duymuruq. Mən düşünürəm ki, Dünya Azərbaycan Milli Hərəkəti bu içəridəki etniklərin içində ən başda şuurlu və siyasi bir ağılıyla meydana çıxıblar. İndiki vəziyyətdə də baxsaz, hər kəsdən daha şuurlu yəni çıxırlar. Biz etirazlarımızı devam etdiririk, amma şəhərləri ateşə çəkmək, orablarını dağıtmaq bizim niyyətimizdə deyil. Çünki burası çox mühümdür. Çünki o torpaqlarda hər nə bina, hər nə şüşə belə bizim vətənimizin şeyidir, bizim vətənimizdinkidir. Onun üçün o torpaqları qorumaq təfəkkürü bizə daha ağır basır. Yəni bir dənə yönətimi dəyişək də onun yanı sıra düşünürük ki, bunun yerinə alternativ gətirəcəklər. Daha öncələr də biz oyuna gəldik, inqilab etdik, Pəhləvini götürdük, tacın başından aldıq, verdik Əmmaməçiyə. Əmmaməçi ilə indidən təzdən istəyib həmən Pəhləviciyə. Biz bu şuura varmışıq və bunu qəbul etmirik. Bu onu göstərir. Yəni biz şuurlu davranmağımızı bizim qorxaq kimin, bizi çəkindən kimin, bizi susmuş kimin qələmə alanlar bizi boşu-boşuna meydan oxumaqlarla olmaz. Çünki indiki yəni İranın gələcəyinə, yönetiminə heç bir doğru düzgün plan ortaya çıxmayıbdır ki, başqa millətlər orada neynəyəcəklər? Diqqət edin, başqa millətləri heç tanıyan varmı? Yox. Hətta böyünləri alternativ görünən, haqq-hesab üstündə görünən və çox reklam olunan Pəhləviçilərə diqqət edirsən, indi işlərin güclərini ötüyüblər Berlində, Torontoda, Avropanın bir çox ölkələrində, hətta Washingtonda belə Güney Azərbaycanı simgələyən bayrağı götürən adamlara saldırdılar, vurdular, əzdilər, gözlərini belə qanatdılar, üzlərini qanatdılar. Niyə? Səbəb nədir? Bax, sən təhammül eləyə bilməyəcəksən ki, biz orada iradəmizi, kimliyimizi ortaya qoyaq, bizə nə azadlıq gətirirsən? Bu sual ortaya çıxardı ki, biz nə üçün savaşırıq? Nə üçün meydandayıq? Biz yönetim dəyişmək üçün meydanda deyilik. Bunu net şəkildə həm Güneydə, həm Quzeydə, həm Türkiyədə, həm Avropada hər kəsə səslənməyimiz gerəkən budur. Biz yönetim dəyişdirib, fiqur dəyişdirib, qiyafə dəyişdirmək peşində deyilik. Biz diktatorluq aradan qaldırılsın. Biz azadlığın inşa olunmasını, ədalətin qurulmasını istəyirik. Hansı yönetim, hansı alternativin içində bu şuarlar vardı, biz onun peşindəyik. Yoxdur ama, yoxdur. Yəni heç birisi insanların haqqını idarə edəcək. Orada bir dənə yönetim, demokrat bir yönetim olacaq. Ədalət bərpa olacaqdır. İnsanlar o kimlikləri ilə aşağılanmayacaqlar. Heç bir şeye biz şahit deyilik. O səbəbdən də bizim tutumumuz Güney Azərbaycan Milli Hərəkətinin tutumu ya Güney Azərbaycanın gələcəyi ədalət üstündə, azadlıq üstündə qurulubdur. Və orada ulusal devlət qurmaq üstündə biz şuarı boş-boşuna verməmişik ki. Millətimiz orada boşu-boşuna səslənmir ki, azadlıq, ədalət, milli hükümət. Milli hükümət deyəndə Türkiyədə ulusal devlət yəni. Biz öz devlətimizi qurmaq peşindəyik. Səbəbi nədir? Çünki başqaları ilə və böyünləri yönetimdə yeyib, yatıb, propaganda yapıb və bizə zülm edən adamlarla aynı sufada, aynı çörəyi paylaşmaq imkanımız yoxdur. Keç də paylaşa bilsəydik, paylaşmaq imkanımız yox. Çünki indi hələ yönetimə gəlməkdə sizi asıb kəsəcək deyirlər. Abi bizə ihanət, nə qədər ihanət? 12 gün, 13 gün
Ağızlarından belə, ağıllarından belə ne diyeyim, ağıl demeyək, ağıl yoktu ki. Ağızlarına ne geldi? Güney Azerbaycan'ı susladı. Güney Azerbaycan Türklerini aşağıladılar. Bunları biz unuttuk mu? Unutmadık. Onun için defalarla elimiz yandı, bu ətəyimiz yandı, inqilab etdik. Qazarları devirdik, məşrutə gətirəcəkdik. Yani biz şahın məsuliyyətlərini qısıtlamaq çalışırdıq. Öz şahımızın məsuliyyətlərini qısıtlamaya çalışan kim idi? Məşrutə hərəkatı Təbriz yola salmadı mı? Saldı. Sonucu ne aldık? Kəti bu Avrupa'dan, Amerika'dan, İngiltere'den Cəddələ bir dənə diktatoru koydular bizim başımıza bir dənə bəla. Ve bir dənə Fars ırkçılığı koydular oraya bəla. İran milleti diye hamını kandırdılar. Farsçılığı onun içinde devam ettirdiler. Tamam, sözümüz budur. Biz bunlardan ders kaptık. Peşever harekatında gördük. Öz ana dilimizde imkan verildi. Hamımızı qəlbəm ettiler. Şəriət mədarı harekatını gördük ki o zaman gene çıktı, inkılap olmuştu. Xümeyni gelmişti. İlk ona etiraz eden kimiydi? Ayetullah şəriət mədarıdır. Ne istəyirdi? Deyir ki bütün hakkı, hukukun hamısını vilayet-i fəqihə verilmez. Allah tərəfindən təyin olmadan adama verilmez. Baş kaldırdı, ne oldu? Şəriət mədarını da yok ettiler. Onun için sözümüz budur. Bizim topraklarımızda adalet için biz savaşırız. Adalet, ama bu adamlar adalet peşinde değiller. Bu adamlar quldurluq peşindədir. Bu adamlar başka milletleri əzib geçmek peşindədir. O sebeple bizim yolumuz ayrıdır. Ama niye birçokları ısrar edirlər ki bizim yolumuzu gelin beraber yıkın, sonra da hakkıyız isteyin. Biz elə Cumhuriyet İslamı zamanında da o kanunları ne kadar danıştık bu televizyonda. 15. 19. ders. Biz kanunu da bile getirdik. O kanunu bakıyor 47 ilden sonra bize icra etmediler. Biz niye bu yanlış hareket yolları tekrar denemek ya tekrar gitmek mecburiyetinde. Otururuq, temkinli davranırıq, ama topraklarımızı koruyarıq ve topraklarımız için canımızı feda ederiz. Başkalarının səltənətə gelmesi için bizim kanımız yere tökülməyə gerek yoktur. Biz kanımız o zaman töküləcək ki topraklarımıza vətən qılacağıq. Bunu herkesin bilmesi gereken idi. Belki de ben sizin sualınızı biraz uzun şekilde yanıtlamaya çalıştım. Ama çünkü o ittihamlar siz dediğiniz kimin maalesef bize çok ittihamlar ortaya koydular. Onlara bir türlü cevap aktarmaya çalıştım. Önemli məqamlara Məsud bəy toxunmuş oldunuz. Elə başlığa çıxardığımız məsələni də sizin danışdıqlarınızın bir uzantısı, davamı olaraq son sualımda sizə vurğulamaq istərdim. Onun üzərinə fokuslanmağınızı istərdim. Rejim dəyişikliyi deyək ki, baş tutarsa, ehtimallar içərisində var təbii ki bu məqam. Belə bir proses əgər nəticə doğurarsa, Güney Azərbaycan üçün en rasyonel olan seçim, idarə etmə strukturunun necə formalaşmasıdır? Federasiya mı, özünü idarə mi, yoxsa az öncə haqqında bəhs etdiyiniz müstəqillik mi? Təbii ki, müstəqillik ideallarımız prioritet təşkil edir, amma bir də reallıq kontekstində bunu dəyərləndirmək lazımdır. Bakın Züleyha Hanım, bu da çok apaçıq diyeceğim. Yani burada birçok suallar var, sizin suallarınızla yanaşı onlara cevaplamaya çalışacağım. Buyurun. Birçokları belə deyirlər ki, sanki orada müstəqillik en zor işdir. Bence en doğru iştir. Sebebi nedir? İlk bir suala cevap. Sebebi nedir? Deyirlər müstəqillik sanki federal olunca her şey yoluna gidecektir. Ve mesela kan tökülmez, mesela dava olmaz, karşı durma olmaz, milletlerin arasında çatışma olmaz. Mənim nəzərim elə deyil. Tam tersine federal diyen çünkü o altyapı o toplumda yoktu. 100 ile yakındır. İktidar diye buldurluk yapan bir toplum ile sen aynı masada oturabilmezsen. Meğerin ki o aynı masada, aynı tipte, aynı güzde olasan. O aynı güz hazam olurlar. En doğrusu, en böyle ağla batanı ve rasyonali değilsiz. Bu budur ki biz aynı güzde olaq. Aynı güz ne zaman vururlar? Biz müstəqilliyimizi ilan ederiz. Her millet ister gider referandum koysunlar. Biz milletin iradesine boyun eğirik. Mənim Məsud Haray tek başına demirəm müstəqillik istiyor. Mən deyirəm ki referandum olsun. Hem bu İran bütünlüğünün, bakın hem İran'ın bütünlüğünü yönetimler referandum koyulsun. Cumhurbaşkanı olacak, ne olacaktı? Onları karar verecekti. Federalizm olsun, federal qüvvələr olsun. Bunu referanduma koyular. Onun yanında koyarlar ki başka milletler de istəsələr özgürlüklerini elde etsinler. Onlar da referanduma koysunlar. Böyle Güney Azerbaycan çıksın desin ki yok biz İran'dan ayrılmıyoruz. Biz ona razıyız. Ama dese ki İran'dan ayrılırız ona da razıyız.
ona boyun eğecekler mi? Biz o gibi masaya oturmak istiyoruz. Bir ondan sonra da ben daha da bundan sonrasına da bir fikir yani üretmek çalışırım burada danışmaya çalışırım. O da budur ki biz müstakillik ettik. Ondan sonra herkes yeri yurdu belli oldu. Yönetimi belli oldu. İran bütünlüğüyle İyalat-ı Müttehide Amerika için. Birleşmiş Milletler yani Birleşmiş Amerika için. Biz de olabildik bir tane büyük bir federasyon yaradık. O bizim milletlerine irtibatlarımızı bırak. Aslında pasportu aradan kaldırak Avrupa Birliği için. Kim istemez ki bunu? Aman o zaman isteyeriz ki biz de o aynı hukuka, aynı öz kimliğimizle, dilimizle, tarihimizle, kitabımızla, bölgemizle, servetimizle, ne bileyim insani haklarımızla berpa ettiğimiz topraklarda belki onda Kürdüyle oturabildik bir masada anlaşma yapabildik. Ərəbiylə də, Bəluçuyla da, Farsıyla da. Aman indiki vəziyyətdə oturup masada bu hakkımızı paylaşacak, bizim yüzümüze bağıracak, bütün şeyleriyle, rəsaneleriyle, televizyonlarıyla bizi aşağılamağa hələ çaba gösteren bir adamla, seni aşağı gören adamla masada oturup necə hakkını paylaşa bilərsən? Mən deyirəm ki, indiki vəziyyətdə o bir durum yaşanmaq imkanı çox azdır. Yoktu demirəm, çox azdır. Keşke olsaydı. Mən özüm şəxsi sözümü deyirəm. Mənə çox bəlkə tənqid olunurdu. Mənim arzum oydu ki, bütün millətlər, hətta Farslar belə buna daxil, o tip bir masada haqq hüquqlarını, insan haqlarını, beynəlmiləli səviyyədə olan qanunlar ilə oturup anlaşsaydılar və düşünsəydiler. Heç İranın bir bölünməsində də, davasında da gerek kalmasaydı. Var mı o da bir şey? İndiki rejim bax onu qəbul eder mi? Yok. Bundan sonra alternatif görünen göründüm bəyaniyə anayasası şeyle yayınlanmıştı. Gidin bakın görün onların hansında hiçbirinde hiçbir şey yoktu. Hiç başka paslardan sonra yönetim onlar elinde olmaktan sonra hiçbir hak yoktu. Bas yoksa bana hak tanımayan yerde ben ne oturacağım? Ben hiç masaya çağırmırlar ki. Çağırsınlar gidip danışak federal olur. Ben sözüm budur. Bizim o federalçı meşrutiyeti dostlarımız sözüm. Kardeş çağırdılar mı? Çağırmadılar. Allah'ın bile sıradan gelmiş terörist elan olunmuş mücahidin halkının kapısına 3 gün 4 gün gidip otururlar orada ki buna izin verirler gidi oldu bir neferin danışırlar. Siz bunlarla mı hakkımızı alacağız? Alınmaz. Boş boşuna özümüzü yormağına, milletimizi aldatmağına olmaz. Biz hakkımızı var olduğumuz kimi gücümüz kadar, milletimizin sayı kadar, coğrafyamız kadar, servetimiz kadar masaya yatırmamız lazımdır. Yoksa onamına gene dolacaq, mənə çox bağışlayın bu söyləmi dilə gətirəm, hamballıq. Çıxacaq bizə, biz yeter ya, onun bunun hakkına, onun bunun uğruna, onun bunun gələcəyi üçün canımızı feda etmek yetmez mi? Bir kere de özümüz için, öz varlığımız için ondan sonra da dostluklarımızı kurabiliriz. Herkesle biz dostluk. Dünyada bize düşman hiç kim, hiçbir ölçü, hiçbir millet yoktur. Bakın Azerbaycan bölümleri Ermenistan'dan bu kadar Azerbaycan Türk'üne o kadar cinayet eləyəndən sonra indi hangi noktaya geldi? Dostluk noktasına. Biz de indiden deyirik. Güney Azerbaycan herkesle dosttur. Ama en yakın dostu Türk dünyasıdır. Azerbaycan Cumhuriyeti'dir. Türkiye'dir. Onun yanı sırada dünyayla, komşularımızla dostluk kurmak. Aman dostluk. Berderlik onu berderliği kabul etmiyor. Bu kadar əziyyət çəkdi milletimiz 100 yıl istismar oldu yetmez mi? Bence yeter. Bunu hem kuzeye, hem güneye, hem Türkiye'de, hem Avrupa'daki bizi eşitip duyanlara buradan vurgulamak istedim ki bizim geleceğimiz eğer eşit, yani musavi şekilde haklarımız tanınacaksa İran'ın bütünlüğü de bizim şeyimiz değil. İran bütünlüğünde bizim hakkımız olsun. Onu zaten biz öyle çoxunluğuq. Zaten biz öyle elimiz öz başımızda federal olsa kabul ederiz. Ama indi o altyapı yoktur. Varsa buyursunlar meydana çıksınlar desinler bu altyapını hazırlamış. Ben öyle bir şey görmürəm. Beyaniyelerde de görmürəm. Fars olmayan təşkilatların beyaniyələrində buna şahidəm. Hamı ister isteme bir zaman uzun oldu danışılım. Bir zaman bu hemen siyasi təşkilatlar ki Ərəb de var, Bəlüç de var, Türk de var, bizimkilerden federalçısı da var, Kürtlerden de var. Bir zaman getdilər Pəhləvinin yanında durdular, hamısı qayıtdılar, pişman oldular. Bir zaman getdilər məşrutəçilərin yanında durdular, əkiz saldılar, konferans keçirdilər, hamısı peşman oldular. Niye peşman oldu? Bu adamların siyasi geçmişi vardı, ağlı vardı, şuuru vardı, analizi vardı. Niye peşman oldu? Gördük ki orada bir hak bunlara tanınmır.
Bunları siyah paslar deyirlər, siyahiləşər. Qaraltı üçün çağırmışlar, dekor üçün çağırmışlar. Sonra gördülər ki, bunların işine gelmeyecek, hamballıq etmeyecekler, ya bunlara boyun eğmeyecekler. Gördülər bunlar ya boyun eğecekler. Dediler kardeş bizim için tutmur. Niye tutmur? Çünkü o da hakkına verilmedi. Onlara insan gözüyle bakılmadı. Avrupa'da yaşadıklarına bakmaya. En diktatör adamlar bunlardı. Gedin o videoları bir daha da milletimize xahişim budur. Gedin izleyin Toronto'da, Washington'da. Bak, Pəhləvilər mücahidlərin maşınlarını dağıdı, adamın ölümünə vuruldu. Pəhləvilər Güney Azərbaycan simgəsini götürən adamın ağzını, burnunu qırdıra dağıttılar. Özdə kimi? Güney Azərbaycan'a bağımsızlık isteyen adamı yok ha. Federalçı birisini, dikkat edin, federalçı bir karakter olan adamı ezdiler, dövdüler. Bu mu bize geleceğimiz? Ben uzun oldu danıştım. Burada noktalayacağım. Sualınız varsa, zamanımız varsa. Zamanımız təəssüf ki, yol vermir Məsud bəy. Düşünürəm ki, çox önəmli məqamlara sizinlə müzakirəmiz zamanı toxunmuş olduq. Minnətdarıq sizə.